Əgər soyuq aylarda sizin də toyuqlar yumurtlamırsa, necə etmək lazımdır ki, toyuqlar qış vaxtı bol-bol məhsul versin, ekrana yaxın əyləşsin. Hal-hazırda çöl şəraitində qarlı hava olmağına baxmayaraq, bizim toyuqların yumurta məhsulu maşallah olsun hər gün davam edir. Əziz dostlar, bunu necə əldə edirik? Bunları sizə izah edirik. Çalışın toyuqların yemində acı biberdən və istiotdan istifadə edin. Toyuqların daxilində hər zaman temperatur yüksək qalır. Yüksək qaldıqca toyuqların yumurta payızı hər zaman yüksək olur. Və çalışın gecə də toyuqların otağında işıqları söndürməyin, yanlı vəziyyətdə qalsın ki, toyuq gecə ilə gündüzü səf salsın. Hətta gecə vaxtı da bəzi toyuqlar yumurta verməyin davam etdirsin. Görürsünüz çöl şəraitində qardır, amma maşallah olsun bizim toyuqlar dayanmadan yumurta verməyin davam etdirir. Və çalışın toyuqların ayağının altı qurulsun və otaqlarında hansısa bir divar şəklində yığılmış nərdivanlardan, tapsalardan istifadə edin ki, toyuqlar hər zaman neynəsin, ayağı quru qalsın ki, soyuq çəkməsin, yumurta payızı daha yüksək qalsın. Bunlarsa bizim Xarkov toyuqlarıdır. Bu qulluğa, bu toyuqların ehtiyacı yoxdur. Bunlar özləri yumurta verən toyuqlardır. Cüzələrinin sifarişi götürülür, toyuqlar satılmır. Əlaqə nömrəmiz 050 ilə başlayır, 307 11 20. Ehtiyat nömrəmiz də 050 ilə başlayır, 324 49.